Yox, məsələ bilirsiniz nətərdir bu Ramiz Mehdiyevlə əlaqədar. Ümumiyyətlə mən o dəfə də sizə dedim, indi də bir də təkrar edirəm ki, Ramiz Mehdiyev çox qorxaq adamdır. Mən həyatımda o tipli qorxaq adamlara çox az rast gəlmişəm. Məsələn, Ramiz Mehdiyev Vəzirov gəlmişdi, birinci şahiddir. Vəzirov girişmişdi. O Vəzirov da bir xəstə bir adamdır. Adam onun yadına salanda fikirləşmir ki, belə bir Azərbaycanlı vəbşi mövcud olub nə vaxtsın. Nəysə, bu Ramiz Mehdiyev o vəzifəsində qalmaq üçün nə cür yol taxlanırdı olar. Məni Heydər Əliyev qoymuyor. Bu Cada Vəzirova deyil. Sonra hələ özü deməyi cəhənnəm arada bir dalınca da deyirdi ki, Həsən Əzizoviç'dir o vaxt bu insanlar belə. Deyin da, siz axı şahidsiniz ki, o məni qoymuyor. Həsən Əzizoviç özü orada belə laqlanır. Bilir ki, bunu çıxardadır işte. Bu da müraciət edir onu. Həsən Əzizoviç. Ona görə Ramiz Mehdiyevlə nə baş verəcək bilmirəm. Hər halda bunun yaşı çox yuxarıdır. Bəlkə də fikirləşirlər ki, düşünürlər ki, bəlkə bu öz əcəli ilə ölüb gedəcək. Biz bunu, məsələn, əgər siz bu inzibat orqanlardan, yəni prokurorluqdan heç bir məlumat ala bilmirsinizsə, yəni onlar demək istəmir, onlar nə isə gözləyirlər. Ola bilər o beləcə özü üçün yaşayacaq. Əsas məsələ ondadır ki, bunun adını onsuz da həyatda adamlar var, nəsə bir vəzifə tutur və s. ancaq onların adları heç vaxt tarixdə qalmır, qala da bilməz. Çünki bu Ramiz Mehdiyev o tipli adamlardandır. Ona görə, məsələn, bir ildən, 2 ildən, 10 ildən sonra ölsə, üstündən bir ay keçməyəcək, Ramiz Mehdiyev adlı adam heç kim xatırlamayacaq. Çünki xatırlayan tapılmayacaq. Çünki bu adam həyatı boyu elə bir addımlar atmayıb ki, bunu xatırlasınlar. O mümkün deyil. Ona görə Ramiz Mehdiyev belə bir vəziyyətlər ki, onun istədikləri var, həbs edə bilərlər. İstənilən vaxt məhkəmə keçirib bir 15-20 min, əgər dövlət çevrilişində günahlandırsalar var, ümumiyyətlə 25 il verə də bilərlər. Ancaq onların ona elə bir istisi soyuğu yoxdur. Bu adamın 80 neçə yaşı, 80 neçə yaşı vardır mənim üçündə. Hər halda indi o peşmandır ki, niyə biraz tez ölmür? Məsələn, sizə 100% verim belə. Çünki belə də. Ona görə o nə olacaq, nə baş verəcək ondan belə deyək ki, məntiqlə izah eləmək mümkün deyil. Hər şey olacaq. Çünki bu adam belə bir çox güclü səhvlərə yol verir. Bu yaşda bu səhvlərə yol vermişsənsə, gərək ona cavab da verə bilərsən. Verə bilmirsənsə, sən elə bir şey asıb var, yerlənirsən. Məsələn, beləcə də davam edəcək. Mən fikirləşmirəm ki, onun nəsə dərinləşəcək onun arasında problemlər.